Həqiqətən də çox gözəl mənzərəsi olan bir bağ evini sizlərə təqdim edirəm. Təsəvvür edin ki, yay aylarıdır. Bu gözəl baseyndə istirahət edirsiniz, Duz gölünə baxa-baxa. Çox gözəl yerləşmə yeri olan Villa Badam ərazisində birbaşa Duz gölünə mənzərəsi olan 10 sotda torpaq qiymətinə təklif olunan bir bağ evini sizlərə təqdim edirəm. Deməli, gəlin ümumi proyekti giriş hissədən sizlərə ətraflı şəkildə göstərim. Evə daxil olduqda belə bir gözəl həyətyanı sahəsi vardır ki, naves ilə yığılıb, kamera sistemi, uzaqdan pult ilə idarə olunan jalüz darvazası, həyətində gözəl bir yaşıllıq hissəsi də var. Ev kiçikdir. Sadəcə olaraq alan şəxs istəsə həyətdə bir villa da inşa edə bilər. Belə bir gözəl filtrli baseynisi var. Yerləşmə yeri haqqında məncə heç bir məlumat verməyə ehtiyac yoxdur. Villalarla əhatə olunan Duz gölünün yuxarı hissəsində, Aspetrolun yaxınlığında Villa Badam adlanan ərazidə çıxarışlı, kupçalı belə bir mini bağ evimiz satılır. Həyətyanı sahəsi genişdir. Həyətində bağ üçün hər bir şəraiti var. Sadəcə olaraq ev kiçikdir. Alan şəxs evi böyüdə bilər və yaxud da ki, buranı istirahət otağı, besetka kimi saxlaya bilər. Bura cam balkonla bağlanmış besetkasıdır. Bu hissədə yerləşir mətbəx, belə bir kiçik mətbəxi var. Burada da belə bir gözəl bir qonaq otağı var. Belə bir gözəl bir qonaq otağı var. Torpağın qiymətinə təklif olunur. 185.000 manata, 10 sotda. Və arxasını da göstərim sizlərə evimizin. Və bu evin alt hissəsində, yəni birinci mərtəbədə axıran otağı da var. Yəni axıran otağının girişi tam ayrıdır. Bura çöldən gələn qapıdır ki, birbaşa axıran otağına daxil olur. Və burada da mətbəxi, belə bir yataq otağı var. Və burada da əlavə avadanlığı yığmaq üçün boş bir otaqdır. Həyətyanı sahəsi də belədir. Çox gözəl bir şəraitli bağ evidir. Həyətyanı sahəsi, quruluşu, yerləşmə yeri möhtəşəmdir. Panoramanı da özünüz gördünüz. Sənədimiz qaydasındadır, kupçadır. Masazır, Duz gölünün yuxarısı Villa Badam adlanan ərazi. Buyurub zəng edib maraqlana bilərsiniz.